Dostlar, diksiya təlimlərində biz nəfəs, səs və artikulyasiya məşqləri eləyirik. Bu üçüncü məşqə keçdiyimiz zaman həmişə söyləyirəm. Təkcə ağız tənbəlliyindən xilas olmaq üçün yox, həm də bir xeyli müddət gənc qalmaq üçün bu məşqləri mütəmadi eləyin deyirəm. Çünki hər biri bizim üz əzələlərimizin hərəkətinə gətirib çıxarır, orada qan dövranını sürətləndirir, həm dərimiz gözəlləşir, həm də ki, dediyim kimi, yaşlanmanın ən azından biraz da olsa önündə dayanmış oluruq. Bu hərəkətlərdən biri nədir? Ağzınızı yuvarlaq formada, o deyirmiş kimi qabağa uzadırsınız, sonra sanki gülməyə çalışırsınız. Mən adətən dediyim məşqləri videolarda göstərməyi sevmirəm, üzrü sayın. Amma aydın şəkildə, sadə formada izah edirəm, əminəm ki, bu sizdə alınacaq. Dar vəziyyətdə ağzınızı yuvarlaq saxlayırsınız və önə doğru uzadırsınız, o deyirmiş kimi. Ondan sonra sanki gülməyə çalışırsınız. Bax, yanağın bu hissələri yuxarı aşağı hərəkət eləyir. Sadəcə bir vacib məsələyə diqqət çəkmək istəyirəm. Burada onsuz da hamımızın mimik qırışları var. Mən də güləndə çox dərin qırışlar əmələ gələ bilir. Hələ ki, ömrümdə bir dəfə də olsun botoksdan istifadə eləməmişəm. Bilmirəm gələcəkdə nə edərəm, amma ən azından indiyə olan məlumat bu cürdür. Yəni, hamımızda qırışlar var. Siz bu hərəkəti elədiyiniz zaman, buranı tərpətdiyiniz zaman diqqət eləyin ki, gözün ətrafını qırışdırmayasınız. Bunun üçün baş barmaqlarınızı tərsi üzünüzə yapışmaq şərti ilə belə saxlayırsınız və bu şəkildə tutursunuz. Hərəkəti elə eləyirsiniz. Bu da qırışların önünə keçir. Mən şəxsən onu hətta maşın sürəndə də eləyirəm. Tutmağa ehtiyac qalmır. Çünki bu hissələri gözün ətrafını qırışdırmadan etməyi çoxdan öyrənmişəm. Siz bir müddət güzgü qarşısında məşq eləyin, sonra vərdişinizə çevriləcək. Həm ağız tənbəlliyindən qurtulursunuz, yəni sözləri çox gözəl tələffüz edirsiniz, həm də ki, bir güllə ilə iki quş vurduğumuz üçün ikinci quşda nə olur? Cavan qalırsınız.